Dekabrın 7-sində saat 2 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Belə ki, sürücü yolda idarə etməni itirib, Lexus markalı minik avtomobili kanala aşıb. Kanal 10 TV Azərbaycan Unikala istinadən xəbər verir ki, hadisə nəticəsində sürücü 2003-cü il təvəllüdlü Vasif Həsənli və onun sərnişinləri 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli və 2007-ci il təvəllüdlü Əli qardaş Rəsulzadə həyatlarını itiriblər. Zəhmətabad kənd sakini. Cavan uşaqlar da kənd tərəfdən gəlirmişlər. İndi yığışdıra bilməyirlər döngədə necədirsə. Gəlib düşürlər. Çox təəssüflər olsun ki, aramızdan getdilər cavan illər. Allah rəhmət eləsin, Allah ruhları şad eləsin. Surətlə baxıraq 2 tondur maşın. 100 gələndə 200 ton. 100 gələndə 200 ton. 200 ton qamanları var. Binanı gör o. Türkiyədə bir maşın nəslər gəldi, 2 maşın üstündən. Faktla bağlı araşdırma aparılır.